Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Risale-i Baxsası kitabında 16-cı bölümü davam edirik. İbn Abbas radiyallahu anhumadan gələn hədisdə demişdi ki, Allahın Resulü sallallahu aleyhi ve sellem bizə durub xutbə verdi, mövizə elədi. Dedi, insanlar, sizlər Allaha tərəf həşr olunacaqsınız. Yəni Allahın huzurunda həşr olunacaqsınız. Əyak-yalın, lüt, sünnətsiz. Necə ki Allah Teala deyir, kəmə bədə'nə əvvələ xalqin nu'iduh va'dən aleynə innə kunnə fa'ilin. Necə ki sizi əvvəlki kimi yaratmışdıq, elə də qaytaracaq. İnsan anadan olanda necə olur? Sünnətsiz, lüt, əyak-yalın olur. Bizim üzərimizə vəddir bu, biz bunu edəcəyik, həqiqətən də edəcəyik. Əl-Ənbiya surəsi 104-cü ayə. Ələ və innə əvvəl xalaiqi yuksə yevməl qiyaməti İbrahim sallallahu aleyhi ve sellem. Birin, agah olun ki, yaradılmışlardan ən birincisi qiyamət günü paltar geyindirilən İbrahim aleyhisselam olacaqdır. Və həmçinin bir agah olun ki, ümmətimdən kişilər gətiriləcəkdir, onlar sol tərəflərindən yaxalanacaqlar, sol tərəflərindən. Və deyəcəm ki, ey Rabbi, mənim əshablarım. Və deyiləcək ki, sən bilmirsən, onlar səndən sonra hansı yeniliklər elədilər. Fəəqul kəmə qaləl abd salih. Mən deyirəm ki, necə ki, salih qul demişdi. Və kuntu aleyhim şəhidən mə dumtu fihim. Onların yanında olduğu müddətdə mən onlara şahidlik edirdim. İlə qavlihi əl-aziz vəl-hakim. Yəni, İsa aleyhisselam da burada deyir. Yəni, feyuqal, həmsin deyilir, mənə deyiləcəkdir ki, innəhum ləm yəzəlu murtəddinə alə əqabihim mundu fəraqtəhum. Sən onlardan ayrıldıqdan bəri onlar dinlərindən dönüb mürtəd olurdular. Hədis Buxar Müslim rivayət eləmişdir. Müəllif Rəhməhullah İbn Abbasdan gələn bu hədisi nəql edir. Allahın Resulü sallallahu aleyhi ve sellem xutbə verir, bir gün durur. O, sallallahu aleyhi ve sellem adətindən idi ki, əksinə onun yolundan idi ki, o öz əshablarına ratib, yəni ratib xutbə verirdi, o da arida xutbə verirdi. Ratibə və arida, bunlar nədir? Biləcək. Demək, əməl xutbət ratibə xutbə cümə xutbəsi idi, bayram xutbəsi idi, yağış yağmaq üçün gedib dua edərkən olan xutbə idi, günəş tutularkən namaz qılınır, sonra xutbə verilir. Yəni. Bu ratibə xutbədir. Hər səfər, yəni bu səbəblər gəldikdə, bu xutbə səbəbləri tapıldıqda, cümədə namazdan öncə 2 dəfə xutbə verilərdi, bayram namazında xutbə namazdan öncə bir dəfə verilirdi, daha doğrusu namazdan sonra və kəzəlikə fil istisqa həmçinin yağışda da və günəşin və yaxud da ayın tutulmasında da namazdan sonra bir dəfə xutbə verilir. Əməl xutbətul arida, amma arida xutbə olan, yəni heç nəyə bağlı deyil, heç bir vaxta bağlı deyil yəni. O deyir, bu səbəb ortaya çıxardısa da Peyğəmbər sallallahu aleyhi ve sellem durub insanlara xutbə verərdi. Görərdi ki, ehtiyac var, durub xutbə verərdi yəni. Və min zəlikə, məsələn, bu xutbələrdən ənnə rəculən bə'səhun nəbiyyü aleyhissalatu vesselam alə sadaqa. Bir gün bir kişini Peyğəmbər sallallahu aleyhi ve sellem sədəqə yığmağa göndərir. Yəni sədəqə işçi kimi göndərirdi onu. Bu da sədəqə verən cəmaatdan bunu yığır və Mədinəyə qayıdır və onun bir dəvə olur. Onunla bir dəvə olur. Deyir ki, bu sizindir, bu isə mənə hədiyyə veriblər. Nəsə bir şey buna hədiyyə veriblər. Və Peyğəmbər sallallahu aleyhi ve sellem durur, xutbə verir. Deyir ki, nə deyir? Nə olub sizlərdən biri deyir, onları deyir, bir işdə deyir, istifadə etdikdə deyir, qayıdır. Deyir, bu sizindir, bu da mənə hədiyyə veriblər. O deyir, anasının və yaxud da dədəsinin və yaxud da anasının evində otursaydı, baxsın görsün ona hədiyyə verəcəklər, yoxsa yox. Yəni, sizdən birdən nə olubdur? Yəni, xutbəni verir, ad çəkmir də, sallallahu aleyhi ve sellem. Yəni, deyir, nə olubdur? Hər üsbani götürür. Səni siz istifadə edirik, gedib qayıdırsınız ki, bu sizindir, bu da mənimdir. Olsaydın dədənin evində, ananın evində, sənə verərdilər bunu. Yox. وصدق النبي عليه الصلاة والسلام أنه لم يهد لهذا العمل الذي هو تابع للدولة إلا من أجل أنه عامل. Yani Peygamber sallallahu aleyhi ve sellem düz demişti buradaki o işçi ki var, o təyinləmişdi onu işə.
o dövlətə tabidir. Yəni o dövlətdə işlədiyi üçün, yəni orada işçiydi deyə o şey ona kimsə vermişdir. Amma لو كانوا يريدون أن يهدي إليه لشخصه لأهدى إليه في بيت أبيه وأمه. Əgər istəsəydi həmin o şey ona verilən o hədiyyə ki və yaxud onu dövlət üçün verilirdi. Amma onu istəsəydilər ona hədiyyə eləmək şəxsinə, onda aparıb dədəsinin anasının evində verərdilər ona ki bu səndir. Demək verilən şey nədir? Dövlətindir yəni. Və min hədəl hadis na'rifu azimə qubh rüşvəti. Bu hədisdən rüşvətin çox pis bir şey olduğunu bilirik biz. Böyük pis şeydir yəni. Yəni işlərin və ennəhə min azamil umur التي أدت إلى أن يقوم النبي عليه الصلاة والسلام خطيبا يخطب في الناس. Yəni elə bir şeydir ki, bu işlərdən şans ki, Peyğəmbər sallallahu əleyhi və səlləmi apardı xutbə versin insanlara bu məsələdə. Onları bu əməldən çəkindirsin. Əgər bir qövmdə rüşvət yayılarsa da, onlar həlak olarlar. Və sonra hər biri, onlardan hər biri lə yəqul haqq, haqq deməz, haqqına hökm verməz, adilliklə durmaz. Yalnız rüşvət versən, həmin şeyləri yerinə yetirir. Vəliyəvzu billah. Allah qorusun yəni belə şeylərdən. Rüşvət lənətlənibdir. Rüşvət götürən lənətlənibdir. Rüşvət verən lənətlənibdir. Yalnız bir kəs haqqı götürən kəs insanların haqqına mane olur. Yalnız rüşvətlə bunu edir. Bu halda verən kəs haqqını tələb eləmək üçün verən kəs bu vaidə düşmür. Bu əzaba düşmür. Çünki deyir, onu verən öz haqqını xilas eləmək istəyir. O səbəbdəndir. وَلَا سَبِيلَ إِلَى ذَلِكَ إِلَّا بِدَفْعِ رُشْوَةِ. Yalnız öz haqqını rüşvətlə almaqdan başqa bir yol yoxdur. Ona görə bunu edir. Bu üzürlü olur bu kəs. كما يوجد والعياذ بالله الآن في بعض المسؤولين في الدولة الإسلامية في الدول الإسلامية من لا يمكن أن يقضي مصالح الناس إلا بهذه الرشوة والعياذ بالله. Necə ki, indi də var bu bəzi İslam dövlətlərindəki məsul olan kəslərdir, vəzifəli kəslərdir ki, bunlar insanların məsləhətlərini yalnız rüşvətlə yerinə yetirirlər. فَيَكُونَ آكِلًا لِلْمَالِ بِالْبَاطِلِ. Yəni, nə olur? Batil mal yiyən kəs olur. مُعْرِدًا نَفْسَهُ لِلْعَنِ. Öz nəfsini lənət yerinə qoymuş olur. Nəs'alullahal afiyə. Allah Taala'dan afiyət istəyirik. وَلَوَاجِبُ عَلَى مَنْ لَا وَاللّٰهُ اللّٰهُ عَمَلًا أَنْ يَقُومَ بِهِ بِالْعَدِلِ. Allah Taala kimi bir işə təyin edibsə də, bir iş ona veribsə də, lazımdır ki, vacibdir ki, onu adilliklə yerinə yetirsin. وَاَنْ يَقُومَ بِالْوَاجِبِ فِيهِ بِحَسْبِ الْمُسْتَطَاعِ. Gücü çatdığı qədər o vacibi yerinə yetirməlidir. وَمِنْ ذَلِكَ اَيْدًا. Bundan həmçinin ənnə Bureyrata. Bureyra kimdir? Qul olubdur, qul qadın olubdur. Ansarlardan olan bir cəmaatın qul olubdur. Bu öz əhlinlə, o başçılarınla belə deyək də, kitab yazır. Yəni doqor bağlayırlar ki, bu qədər tis'a əvaqi verəcək, gümüşdən olan bir məbləğdir, yəni özünü xilas edəcək qulluqdan. Bunu danışırlar. Gəlir, buraya gəlir Ayşə, möminlərin anası Ayşə radiyallahu anhanın yanına ki, ondan kömək istəsin, pul tələb eləsin ki, bu doqorunu eləsin, söhbətini bağlasın. Ayşə deyir ki, İn şəə əhluk ən əəddəhə ləhum və yaxud ən uiddəhə ləhum. Əgər sənin əhlin istəsə, yəni başçıların istəsə, mən onları verim onlara, pul şəklində onları verim. Amma sənin vələq mənim olacaqdır. Nə deməkdir vələq? Yəni, yiyəsi olmayan qullar, yəni nəsli kökü olmayanda, heç bir varisi olmayan qullar, bunlar azad olunduqdan sonra, öləndən sonra bunların əgər malı mülkü qalarsa da, onu kim götürür? Kim ki bunu azad edibdir? O götürür. Buna görə Ayşə anamız deyir ki, radiyallahu anh deyir ki, mən səni azad edirəm, amma sənin vələq mənim olacaqdır. Və gedir öz başçılarına, kimdən ki, dəqq qurba, kimin quludur, onlara deyəndə, onlar
boyun qaçırırlar. Deyirlər, yox, bizim olacaqdır. Və buraya yenə gedir Ayşə anamızın yanına, radiyallahu anhanın və xəbər verir ki, bunun əhli belə deyir, lazımdır ki, əl-vələ bunların olsun və ya vələ bunların olsun. Fəqalən Nəbi aleyhissalatu vesselam xuzihə və iştariti ləhumul vələ. Deyir, götür və onlara şərt qoy, vələni şərt qoy, yəni ki, mənim olacaqdır. Buraya götür. Fəinnəməl vələ limən ataq. Vələ kimindir? Kim azad edirsə qul. Ayşə anamız onu azad eləmişdi buraya. Kim azad edirsə də vələ onundur. Yəni bu ölsə, o itkimi yoxdur, miras qalır, onun mirası bura. Və bu da götürür, gedir və şərt qoyur onlara. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem xütbə verir ki, Mə bəlu əqvamin yəştəritunə şurutan leysə fi kitabillah. Nə olub deyir, qövmlər vardı ki, Allahın kitabında olmayan şərtlər qoyurlar. Mə kənə min şərtin leysə fi kitabillah fəhuə batil. Əgər o şərt ki, Allahın kitabında yoxdur, batildir. Və in kənə miyyət şərt, 100 şərt olsa belə. Qada ola haqqun. Allahın hökmü haqdır. Və şərtullahi əvthəq. Allahın şərti ən doğru olanıdır. Və innəməli vələ limən a'taqa. Vələ kim azad edirsə onundur. Bildiniz də vələ nədir yəni. Və min dəlikə idən həmçinin buradan ənnə imra'atan min Bəni Məxzum. Bəni Məxzumdan bir qadın olur. Bu insanlardan qab, qaşıq belə şeylər alırdı. Qazanzad buna oxşar şeylər alırdı. Ev aid olan şeylərdən. Sonra deyirdi ki, siz mənə heç nə vermirsiniz. İnkar edirdi. Resulullah sallallahu aleyhi ve sellem əmr edir ki, o qadının əli kəsilsin. Çünki oğurluq, bu oğurluq sayılırdı. Bu oğurluqdur. Və bu iş Qureyş çox diqqət yetirir bu işə. Necə yəni Məxzum, Bəni Məxzumun qəbiləsindən bir Məxzumiyyən əli kəsiləcəkdir. Böyük ərəb qəbilələrindən idi bunlar. Və tələb edirlər Usam ibn Zeyd ibn Hərisə ki, sən şəfaətçi ol girən Peyğəmbər sallallahu aleyhi ve sellem yanına. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem Usam ibn Zeydi də atasını da nə edirdi? Çox istəyirdi. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bu barədə danışanda, qadının barəsində danışanda, əli kəsilməmək barəsində, şəfaətçiliyində nə deyir Peyğəmbər sallallahu aleyhi ve sellem? Deyir ki, siz Allahın hədlərindən bir həddən mi şəfaətçilik etsin, yəni vəsləlik edirsiniz? İnkar edir bunu. Lənnə hudud Allah eləysə fiyhə şəfaə. Allahın hədlərində şəfaətçilik yoxdur, yəni. Yəni bir gəv Allah zəlasın, oğurluq edibdir, yəni əli kəsilmə həddindədir, gəv desən yox, kəsmə gələn, belə şeydə yoxdur şəfaətçi. Fəizə vasalat lis-sultan fələ'anəllahu şəfi'i vəl-müşəffə ləhu. Əgər məsələ sultana çatarsa da, rəisə, prezidentə çatarsa da, şəfaətçi duran da, şəfaətçilik olunan da lənətlənmiş sayılır. Əuzübillah. Thumma qamə fin-nas yaxtub fəqal. Sonra durub insanlara xutbə verir, deyir ki, ələ və innə mən kənə qabləkum kənu idə sariqa fihim-şərifu tərakuhu. Sizdən öncəkilərdən deyir, onlardan şərif, vəzifəli, hörmətli bir kəs oğurluq elədikdə onu tərk edərdilər. Əgər zəif oğurluq edərdisə də ona hədd tətbiq edərdilər. Və əxbərən hədə huvəl-ləzi əhləkəl umamə səbiq. Xəbər verir ki, bu keçmiş ümmətləri həlak edən bu şeydir. Thumma qal aleyhissalatu vesselam, sonra deyir ki, Allaha and olsun ki, Muhammedin qızı Fatimə oğurlasa belə onun əli kəsərdim. Əuzübillah. Yəni bunlar gəf şəfaətçi dururlar. Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Deyir, Muhammedin qızı sallallahu əleyhi və səlləm qızı oğurlasa belə onun əlini kəsərdim. Yəni hansı əfsəldir? Muhammed sallallahu əleyhi və səlləm qızı Fatimə mi şərəflidir, əfsəldir mi, yoxsa Əl-Məxzumiyyə? Məxzum qəbiləsindən olan bu qadın mı? Əlbəttə Fatimə ona əfsəldir yəni. Və mə'zəlikə buna baxmayaraq sallallahu əleyhi və səlləm nə deyir? Muhammedin qızı Fatimə oğurlasa onun əlini kəsərdim. Radiyallahu anh. Fəhədihi minə xutabil arıda bu yəni ratibə xütbələrdən deyil. Arıd yəni ki, münasibət gəldi elədi bunu. Arı da bu deməkdir yəni. Fəkənə salavatullahi və salamu aleyhi min hədihi ənəhu yaxtubun nəsə li umurun ratibə. Peyğəmbər sallallahu insanlara ratibə xütbələr verərdi, həmçinin də arı da xütbələr verərdi. Və səbəqələn hadisul Urbad ibn Səriyyə. Urbad ibn Səriyyə hədisi bizim üçün qabaqda keçmişdi. Nə demişdi? Allahın Resulü sallallahu aleyhi ve sellem
bəliğ bir xutbə verdi bizə. O xutbədən qəlblər titrədi, gözlər yaşardı. Və xulasa odur ki, ənəhu yustəfədu min hədəl hədis. Bu hədisdən götürülən fayda odur ki, ənəhu yənbəği lil insani min qadin. İnsana lazımdır ki, qazi olan, yəni hakim də belə deyək, mufti olan, fətva verən, alim olan və yaxud da ki, dəvətçi olan ən yaxtubən nəs fil umurul aridə. İnsanlara aridə xutbə versin, yəni ki, lazım olan yerlərdə, yəni ehtiyac görüldükdə haqqı bəyan eləmək üçün xutbə versin. Və fil umur ratibə, həmçində ratibə olaraq. Cümə xutbəsidir, bayram xutbəsidir, yağış yağmayarkən olan istisqa vaxtı yağış tələb olunur, 2 rükət namaz qılsan, sonra xutbə verirsən, bayram namazıdır. Buna oxşar, yəni ratibə xutbələrdir. Bu, Peyğəmbər sallallahu aleyhi ve sellemin nə idi? Yolundan idi. Liyənnə şeyə izə cəə fi vaxtihi, indi həcətihi, sarı ləhu qabul əksər. Çünki bir şey vaxtında gələrsə də, ehtiyac onu duyularsa da, onda onun qəbul daha çox olur. Sonra burada davam edəcək. Müəllif Rahmanullah İbn Abbas radiyallahu anhudan olan hədisi deyərkən, yəni siz qiyamət günü həşr olunacaqsınız, yəni bir yerdə toplanacaqsınız, cəm olacaqsınız. Qalsın gələn səfərdə davam edərək bu hədisi. Allah təala istəyir ki, bizlərə istifadələrdən nasib olsun.